Azərbaycanın təbii qaz və yaşıl enerji sektoruna dair strategiyası təkcə Cənubi Qafqaz regionunun deyil, o cümlədən Avropa ölkələrinin diqqət mərkəzindədir. Bugün rəsmi Bakının perspektivində iki önəmli iqtisadi məsələ var. Bunlar Cənub qaz dəhlizinin imkanlarının genişləndirilməsi ilə Avropaya yerli qazın tədarükünün təmin olunması və yaşıl enerji sahəsində rəqabət qabiliyyətliliyə nail olmaqda. Bakıda keçirilən Cənub qaz dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə əsasən ölkəmizin yaşıl enerji dəhlizlərinin reallaşdırılması üçün kifayət qədər resursu var. Bundan əlavə Azərbaycanda təbii qazın Avropadakı tədarük coğrafiyasının genişləndirilməsi üçün də silsilə əməkdaşlıq sazişlərinə imza atılıb. Yeni yataqlar üzərində işlərin həyata keçirildiyi açıqlanıb. Azərbaycanın kifayət qədər qaz ehtiyatları vardır və hal-hazırda da müxtəlif yataqlarda işlər davam etdirilir. 2021-ci ildən bəri 2024-cü ilə qədər Azərbaycan qaz dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57% artırılmasına nail olmuşdu. Təbii qazın tədarük arealının genişləndirilməsində maraqlı olan dövlətlər sırasında Avropa İttifaqının üzv ölkələri ilk sırada dayanır. Alyans üzvləri üçün məsələni strateji edən isə Rusiyadan qaz tədarükünü tamamilə aradan qaldırmaq istəmələridir. Azərbaycanla tərəfdaşlığı davam etdirmək və mümkün olarsa daha da genişləndirmək istəyirik. Hazırda Avropanın Rusiya qazından asılılığını tamamilə aradan qaldırmaq istəyirik. Bundan əvvəl qazın 45%-ni Rusiyadan alırdıq. Hazırda bu rəqəmi 13% indirmişik. Biz bu göstəricini tamamilə sıfıra indirmək niyyətindəyik. Bu isə yalnız Azərbaycan kimi yaxşı dostlarımızın köməyi ilə mümkün ola bilər. Avropa İttifaqını təmsil edərək qaz sahəsində sıx əməkdaşlıq imkanına görə minnətdarlığımı ifadə etmək istəyirəm. İnanırıq ki, bu əməkdaşlıq qarşılıqlı fayda gətirir. Azərbaycanın COP29-un timsalında bərpa olunan enerji sektorundakı payı və rolu kifayət qədər yüksək qiymətləndirilir. Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə əsasən bu sahə üzrə bir neçə yeni layihənin icrası gözlənilir. Xəzər dənizi, Qara dəniz, Şərqi Avropa, Rumıniya, Macarıstan layihəsini qeyd etmək istəyərdim. Bu ən öndə gedən, irəliləyən layihədir, amma eyni zamanda biz bugün Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanla daha bir layihənin əsasını qoyduq. Azərbaycanın kifayət qədər yaşıl enerji resursları var ki, hər iki layihə üzrə bu təchizatı həyata keçirə bilsin. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki tərəfdaşlıq etibarlı təbii qaz təchizatı ilə yanaşı, yaşıl enerjinin təşviqini və mühafizəsini özündə ehtiva edir. Zeynəb Mirzəyeva, İsa Məmmədov, Real.